Salam dostlar, zəhmətkeş əkinçilər. Bugün 23 may 2025-ci il Ağdaş rayonu Ləki kəndindəyik. Məhəmməd qardaşımızın sahəsidir. Bugün Arsis firmasına məxsus Koreya istehsalı olan Temprano F1 kələm çeşidi əkilib burada. Tez yetişən kələmdir. 60-65 günə dərmə olur. Yastı kələmdir. Ağırlığı yaxşıdır. Temprano F1 bu gün nərsim bizim öz şəxsi təsərrüfatımızda kəsilir. Deməli ki, kələmin çox gözəl əmtəə keyfiyyəti var. Kələm yastı kələmdir. Kələmimiz 60-65 günə və hətta örtüyü altında əkilsə 50 günə də yetişdirmək mümkündür. Hər birinizə bol ruzi bərəkət arzulayıram. Növbəti çəkilişlərə qədər bizi izləməyi unutmayın. Hələlik.